Bugünün ən aktual mövzularından biri də Xəzər dənizinin get-gedə daha da ağırlaşan ekoloji problemləridir. Məsələ tez-tez fərqli platformalarda qaldırılır və rəsmi Bakı hesab edir ki, Xəzər ətrafında mövcud təhlükəyə qarşı hövzə ölkələri ilə birgə mübarizə aparmalıdırlar. Çünki dənizdə davam edən dayazlaşma, suyun səviyyəsinin sürətlə aşağı düşməsi tək ekoloji da yox, həm də iqtisadi təhdidlər yaradır. Yeri gəlmişkən, Prezident ötən həftə Qazinform agentliyinə müsahibəsində də bu mövzuya ayrıca olaraq toxunmuşdu. 2022-ci ildə keçirilən 6-cı Xəzər zirvə görüşündə mən Xəzər dənizində ekoloji tarazlığın pozulması məsələsini qaldırdım. Təəssüf ki, o vaxtdan bəri vəziyyət ancaq pisləşib. Xəzərdə suyun səviyyəsi sürətlə aşağı düşür və bunun səbəbləri təkcə iqlim dəyişikliyi ilə bağlı deyil. Yaranmış şəraitdə bütün Xəzəryanı ölkələr arasında sıx əməkdaşlıq qurmaq, fəal elmi informasiya mübadiləsi aparmaq və nəticələrin yumşaldılması üçün əlaqələndirilmiş tədbirlər işləyib hazırlamaq çox vacibdir. Ölkəmizin prezidenti bu məsələdə bizim Azərbaycanın təşəbbüsünü ki, ölkələr daha sıx çalışsın, ölkələr açıq olsun bu məsələlərin müzakirəsi üçün, ölkələr bir-birinə yardım edə bilsin, beynəlxalq təşkilatların buna diqqəti ayrılsın, əlavə müxtəlif resursların bura cəlb olunmasına dəvət edirik ölkələri və beynəlxalq təşkilatları. Ona görə ki, bu bütün qitələrdə, bütün deyək, su hövzələrində belə hallar baş verir. Məsələn, bu Afrikada da var, Avstraliyada da var, Amerikada da var, Cənubi Amerikada xüsusən bu müxtəlif su rezervuarların, göllərin quruması və s. Bu proseslər artıq dünyada baş verib, öncədən də verib, sada davam edir. Ona görə də burada bu ən azı bu bilgiləri, modelləşmə proqramların, onların çox ciddi formada həm də Xəzərə tətbiq olunması məsələsi var. Və 2024-cü ildə Birləşmiş Millətlər Təşkilatının ekoloji bölümü UNEP adlandırılır. Onun icraçı direktoru Azərbaycana gəlmişdi və onunla da Cənab Prezidentin görüşündə bu məsələyə ciddi toxunubdur və UNEP təşkilatının Xəzər dənizinin dayazlaşması məsələlərində bizə ekspert rəyin ya da ki, hansısa bir necə deyirlər, araşdırmanın onlara müraciət olunmuşdu və artıq onlar da ilkin layihəni bizə təqdim ediblər. Orada da əsas mövzu, əsas məsələ çaylarda sululuğun azalması. Əlbəttə ki, burada digər amillər də gətirmək olar. İstiləşmə istər-istəməz gedir. Burada yağıntıların qeyri-bərabər baş verməsi, onlar da çox böyük bir faktorlar kimi qeyd oluna bilər. Amma əsasən bu su hövzəsinə çaylardan, çaylar vasitəsilə gətirilən suların azalmasıdır.